Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Gəlmişəm mən Şuvalana, Çarxoz məhəlləsinə. Almas İldırım küçəsindən 100 metrlik məsafədə sizə ev təqdim eləyəcəm. Bağ demirəm bura, villada demirəm, sizə ev. Niyə ev deyirəm? 4 fəsil yaşamaq olar burada. Mərkəzi yola Almas İldırım küçəsinə yaxın, marşrut xəttinə, bütün marketlərə, hər bir iaşə obyektlərinə yaxın olan bir ərazidən, infrastruktura yaxın bir ərazidə sizə bir ev təqdim eləməyə gəlmişəm. Evin qiyməti 295 min manatdır. Yəni bu evi alırsan, burada yaşayırsan. 4 fəsil yaşayırsan. Yay, qış, payız, bütün fəsillərdə yaşayırsan burada. Məktəbə yaxındır, yaxınlığında məktəb var. Üzbəyüzündə, bax buradan çıxırsan, düz üzbəyüz 100 metr market var. Marşrut xətti, qazı, suyu, işığı, interneti, hamısı daimidir. Hər tərəfində yaşayış var. Sənədlər paket kupçadır, çıxarışdır. Bir daha söyləyirəm, qiymət 295 min manat. Əlbəttə ki, evimizin təzə tikilib, təzə evin həyətində indi Şuvalanda, Mərdəkanda hovuzsuz təsəvvür eləmək olmur. Çünki indi hamı istəyir ki, həyətində bir balaca bir hovuzu olsun. Dəniz sezonu demək olar ki, qutarıb. Camaat dənizə getmək istəmir ki. Bir hissə gedir, bir hissə getmir. Çünki həyətində hovuz varsa, buradan istifadə eləyir. Dənizin düzdür, öz ləzzəti, öz yeri var. Həyətində hovuzun öz yeri var. 4 metrənin 7 metrəyə olan hovuz. Evin qarşısında hovuzla üzbəyüz. Burada bizim belə bir söhbətgahımız, yay-qış mətbəxi kimi də istifadə edə bilərsiniz. Cam balkonla bağlanıb, döşəməsi isti döşəmədir. Burada mebellər yığılıb, mətbəx mebellərinin də az da olsa bura yığılıb istifadə üçün. Tam mərkəzdə manqal var, burada su hövzəsi var. Kim istəsə qaz çəkdirib, bir dənə ora qaz peçi də qoyaq. Buradakı evin arxa hissəsinə gedən yoldur. Həyətdə, orada, baxın, həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı, bir də ki, evin texniki otağı yerləşir. Evimiz 155 kvadratdır, 3,5 sotun içərisində inşa olunub. İndi isə keçirəm mən evin daxilinə. Buyurun. Ümumi giriş hissə evimiz bütöv olaraq isti döşəmə ilə təmir olunub. Girişdə burada bəzənmə stolu qoyulub, altı dolabdır. Sol tərəfdə qonaq otağı, tvisten, televizor 2 hissəyə bölünür də hər zaman qonaq otaqları. Bir hissədə yemək masası qoymaq üçün, bir hissədə divan, kreslo, televizor qoyub baxmaq üçün. Burada da elədir. Qonaq otağı ilə üzbəyüz, hovuzla və buradakı söhbətgahla üzbəyüz qarşısında olan mətbəx otağıdır. Mətbəx mebeli yığılıb, hər bir şey qaz sobasıdır, su hövzəsidir qoyulub. Evin daxilində yerləşən birinci yataq otağı, burada ikinci yataq otağı, yataq otağının daxilində sanitar qovşağıdır. Hansı ki, yataq otağına aid olan sanitar qovşağı yanmadı. Yəni, biləsən də yandırmaq istədim. Sonra desən ki, yenə yandırmamsan. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı, geniş duş kabinası. Bu hissədə isə bu da axırıncı yataq otağı. 155 kvadrat yaşayış sahəsi bütün istipolla təchiz olunub. Torpaq, ev, qupçadır, çıxarışdır, qazı, suyu, işığı, interneti var. Hamısı daimidir. Bu bir evdir. 4 fəsil yaşamaq üçün bir evdir. Çox sağ olun bizi izlədiyi üçün. Biz izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.